Paytaxtda taksilərin avtobus zolaqlarına girə bilməməsi sürücülərin narazılığını günü-gündən artırır. Sürücülər deyir ki, günlərinin çoxunu tıxacda keçirdiklərindən sərnişinlərin mənzil başına vaxtında çatdıra bilmirlər. Məsələ ötən gün Milli Məclisdə də müzakirəyə çıxarılıb. Millət vəkili Vasif Qafarov təklif edib ki, taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin. Nəqliyyat eksperti isə millət vəkilinin fikirləri ilə razı deyil. Avtomobil nəqliyyatı haqqında qanuna əsasən taksilər ictimai nəqliyyat vasitəsi sayılır və beynəlxalq təcrübədə bu model geniş şəkildə tətbiq olunur. Bu baxımdan təklif edirəm ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin. Hesab edirəm ki, bu addım nəqliyyatın intellektual idarə olunmasını gücləndirəcək, tıxac yükünü azaldacaq və vətəndaş məmnunluğunu artıracaqdır. Təklif sürücülər arasında müsbət qarşılanıb. Sürücülər hesab edirlər ki, bu həm taksilərin, həm də sərnişinlərin vaxt itkisinin qarşısını alır. Avtobus çünki zolağında taksilər girə bilmir, taksilər də probkada qalır. Bir adam bir yerə getmək üçün təcili taksi zakaz verir və gedəcək yerinə də o adam gecikir. Cəmaət sifariş verir, tez çatsın, o da qalır beləncəyinə. Tıxaclara səbəb olub. Bütün günümüz onsuzsa probkada tıxacdan ibarətdir. Heç olmasa bir nəzərə alsınlar 3 dəqiqə, 5 dəqiqə taksilər girsin də zolağa. 45 dəqiqə, 50 dəqiqə qalırıq probkada, 4-5 manatda qiymət yazır, heç bir sərf eləmir işləmə. Vətəndaş da gecikir, biz də işdən qalırıq. Tıxaclar biraz azalar. İcazə verilsə daha müsbət olar. Tək avtobusdakı vətəndaşları nəzərə almaq olmaz da. Yəni ictimai nəqliyyatda, maşınlarda, taksilərdə də vətəndaşlar gecikir. Çox çətinlik çəkirdi. Yəni bizə də icazə versinlər ki, biz də zolağa girək. Biz də ictimai nəqliyyatı, biz də vergi ödəyicisiyik. Ekspertlər isə nə millət vəkilinin, nə də taksi sürücülərinin təklifinə razıdır. Nəqliyyat eksperti İlqar Hüseynli deyir ki, taksi sürücüləri sərnişini ikinci zolaqda götürüb endirmək üçün zolağa qısa müddətli daxil olmalıdır. Lakin taksilərin zolaqla avtobus kimi kilometrlərlə getməsi qətiyyən olmaz. Yoxsa zolaq da tıxac olacaq. Bakı şəhərində kifayət qədər hərəkətdə olan nəqliyyat vasitələrinin bir hissəsi taksilərdir və bu taksilər əgər avtobus zolaqlarına daimi hərəkət üçün daxil olacaqlarsa, bu yenidən əvvəlki vəziyyətə qayıdış olacaq, yenidən avtobuslarında tıxacda qalmasına səbəb olacaq. Bu baxımdan ən burada optimal yol taksi sürücülərinə həm sərnişinləri mindirmək üçün, həm də düşürmək üçün, demək avtobus zolaqlarına daxil olması üçün qısa müddətli dayanma, durma imkanlarının yaradılmasıdır. Ekspertin fikrincə bu yanaşma həm sərnişinlərin vaxtında daşınmasını təmin eləyər, həm də ictimai nəqliyyatın sürətinə mənfi təsir göstərməz. Günəş Rızayev, Əfqan Bayramov, Fidan Səfər, Spice xəbər.